Diqqət, diqqət. Deməli, bu günlərin maraqlı bir sualın həllinə baxacaq. Yeni qayda ilə, yeni yolla, yeni həll yolu ilə. Yeni həll yollarını öyrənmək istəyənlər səhifəni bəyənib paylaşmağı unutmasın. Burası laf oldu evin başqalığı kimi. Yenə davam edirik. Deməli, belədir. Verilib bizə ABC düzbucaqlıdır. Verilib bizə Y nöqtəsi BC tərəfinin, F nöqtəsi CD tərəfinin orta nöqtəsidir. Bizə verilib YP2 olarsa, AP-ni tapmalıdır. Yəni, AP bərabərdir nəyə? Suala. Bunun bir çox həll yolları sizə rast gəlib, amma bugünkü həll yolu sizin üçün yeni olacaq. Deməli, mən BA-nın da orta nöqtəsini qeyd edəcəm, C təpəsi ilə nə edəcəyik? Birləşdirəcəyik. Qeyd edəcəm və birləşdirdim. Burada bir K deyək, fərqi yoxdur. İndi gördüyümüz kimi B nöqtəsindən Y-yə paralel çəksəm, bu da olsun, bu da olacaq orta nöqtə. Bax, bunu da orta nöqtəsini qeyd edirik, burada bir dənə M deyək. Bu deməli oldu, SK paraleldir AF-ə, bir də ki, BM paraleldir nəyə? Y deyə. Gördüyümüz kimi, bura 2-dir. Farisə görə bu orta nöqtədirsə, paraleldirsə, bu da bunun nəyidir? Ortası. Bura 2-dirsə, deməli, üçbucağın orta xətti qarşısındakı tərəfin nəyinə bərabərdir? Yarısına. Almış oluruq. Buradan bura nədir? Bura nəsə deyək də, N deyək. NC-miz nədir? 4. Bildiyimiz kimi, NC 4 isə digər tərəfdən yanaşaq üçbucağa. Gördüyümüz kimi, AY ilə YC də nədir? Bərabərdir. Yenə falisə görə bu 4-dürsə orta xətt olur. Bunlar paraleldir. Onda biz buranda nə almış oluruq? 4. İndi baxaq tərsinə. Gördüyümüz kimi bu üçbucaqlar nədir? Bərabərdir. Bir tərəf onlar isə qalan bucaq bərabər olduğuna görə. Və yaxud tərsinə bir yanında baxa bilərik. Və yaxud digər üçbucağa da baxa bilərik. Bura bir dənə misal üçün deyək D varımızdır. H olsun. HC-miz bərabər olacaq nəyə? AP-yə. Deməli, HC-miz AP-yə bərabər olacaq bildiyimiz kimi üçbucaq bərabərliyindən. Bu üçbucaqlar nədir? Bərabərdir. Deməli, onda bura neçədir? HC-miz 8-dirsə, onda burada nə olacaq? 8. Yəni, bura 4, bura nədir? 4. Deməli, AP-miz bərabər imiş nəyə? 8-ə. Yeni üslub, yeni yol. Hələlik bu qədər təşəkkürlər. Amma sonda bir şey qeyd eləmək istəyirəm ki, müəllimlərə xüsusilə yanvarın 1-dən MİQ hazırlığına başlanılacaq. Əlaqə üçün göstərilən nömrə ilə əlaqə, WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, təşəkkürlər.